Paytaxtdan 35 kilometr məsafədə yerləşən Türkan kəndinin qədim tarixi var. Bəs biz bu qədim kənd haqqında nə bilirik? Abşeron yarımadasında tədqiqatlar aparan Rus akademik Lerk hələ 1723-cü ildə yazırdı ki, Nargin adasında yollar var və bu yollar Şıx qəsəbəsinə kimi uzanır. Abşeronda daş yollara araba yolu deyilib. Abbasqulu Ağa Bakıxanov qeyd edir ki, daş yollar Bilgə, Nardaran və başqa Bakı kəndlərində də mövcuddur. Türkanda Kurqanlar çölü deyilən bir ərazidə var ki, həmin daş yollar onun yanından keçib. Tunc dövrü abidəsi sayılan Kurqanlar çölü və daş yollar Akademiyanın Arxeologiya və Etnografiya İnstitutunun apardığı tədqiqatlar zamanı 2003-cü ildə aşkar olunub. Bizim Türkan qəsəbəsinin qədimi yerlərindən biri də bu Türkan qəbristanlığıdır. Hal-hazırda bu yanımda dayandığım qəbrin bir xanım qəbridir. 180 il bundan əvvəl dəfn olunub. Üstündə ərəb dilində, ərəb əlifbasının yazısı da var. Və bu qəbristanlıqda 200 ildən artıq yaşlı qəbirlər var. Bəzilərinin başdaşı uçlu, bəziləri var və çoxlu sərdabələr var. O gördüyümüz sərdabə günbəzli sərdabədir. Düzdür, uçulub inşallah bərpa olar bu yaxınlarda və ondan əlavə də çoxlu sərdabələr var buradakı. Bu sərdabələrdə insanlara əmanət qoyublar. O vaxt ki, mömin kişilər ziyarət arzusu ilə dəfn olunan şəxslər vəsiyyət edirlər ki, mən dünyamı dəyişəndən sonra övladlarına tapşırırlar, məni aparıb Kərbəlada, o müqəddəs torpaqlarda dəfn edəsiz. Xüsusən də Kərbəlada Vadüssalam adında bir qəbristanlıq var. Onun bir hissəsi Azərbaycanlara aiddir. Orada Azərbaycanlılar dəfn olunub. Bəli, insanlar bura sərdabələri qoyublar. İnsanlar öləndən sonra, yəni sərdabədə qalıblar. Yəni sonra onların bədəni çürüyəndən sonra nə vaxtsa karvan, ziyarət karvanı Azərbaycandan gedəndə, Türkan qəsəbəsindən gedəndə onların sümüklərini aparıb Kərbəlada dəfn edirlər. Bax, bu özü sərdabələrdən biridir. Günbəzsiz sərdabədir bu. Bu da girişi var və neçə dənə qəbir ölçüsündədir. Həcmi qəbirdə neçə dənə qəbir ölçüsündədir. Torpaq dolduğu üçün bura, torpağın altında qalıblar. Ayaq saxla. Bu yerdən keçəndə torpaq altında yatan insanın əsrlər öncə var olduğunu düşün. Yüzilliklər keçib. 4 əsr, 500 il bundan əvvəl burada yaşayan insanların sükutunu pozma. İnsan həyatının torpaq ömrü cahan ömründən uzundur. Bax, bu gördüyünüz qəbir 214 ilin qəbridir. 214 tarixi var. Və bu qəbir həm bu sinə hissəsində yazılar var və həm də naxış yerinə nəsrəli xətti ilə nəllərində da yazı yazılıb. Mənim fikrimcə, Türkan qəbristanlığının bu ətrafda vaxtı ikən böyük bir məktəb olub, xəttatlıq məktəbi. Yəni o ustalar bu qəbir daşlarını burada kəndin özündə hazırlayıblar və müxtəlif xətlərlə onların üstündə oymalarla daşlar üstündə yazıblar. Bu qəbir bizim İmam Hüseyn məscidinin axunda olmuş Axund Hilalın qəbridir. Bu Axund şəhid Axunddur. 18-ci ildə ermənilər tərəfindən şəhid olunub Bakı şəhərində. Bu onun məzarıdır, təmir olunub, onun qədimi başdaşı oradadır və bu onun da başdaşıdır. Qəbrin üstündə gözəl bir hədis yazılıb Həzrəti Əleyhisselamdan buyurub ki, alimlər dünya durduqca deyirlər,
cəsədləri aradan getsə də, surətləri, xatirələri qəlblərdə yaşayır. Kəndin mərkəzində qarşımıza çıxan, görünüşü ilə diqqəti cəlb edən İmam Hüseyn məscidinin üzərində 2 kitabə var. Onlardan biri daha əvvəlki dövrə, 18-ci əsrə aiddir. Birinci kitabədə yazılanlardan məlum olur ki, hicri tarixi ilə 1240, yəni 1780-ci ildə bu məscidi 2 qardaş, Qulu və Əziz Əli oğlanları inşa etdiriblər. Bu bina 1903-cü, 5-ci illər ərzində tikilmişdir. Bu binanın öncəki yerində də digər bir məscidimiz olmuşdur ki, bu 18-ci əsrdə tikilmiş bir məsciddir. Onun kitabəsi hazırki binanın üzərinə qoyulmuşdur. Burada məscidin üzərində 2 kitabə vardı. Ümumiyyətlə, Türkiyə ərazisində ən qədimi məscid bu ərazidə yerləşmişdi ki, 18-ci əsrin əvvəllərinə aid olan bir kitabə hazırki binanın üzərinə yerləşdirilmişdir. Türkiyədə 2 məscid hal-hazırda fəaliyyət göstərir və bir ziyarətgah fəaliyyəti var. Bu məscidin ərazisində əhali sıx yaşamışdı. Türkiyə əhalisi demək olar ki, məscid ətrafında yaşamışdı. Bu gəzdiyimiz ərazi məscidin həyəti kiçik həyətlərdən ibarət olmuşdu. Onların su quyuları hal-hazırda da qalmaqdadır. Bəzilərinin üzəri təmir vaxtı bağlanmış və bəziləri tarixi abidə kimi qorunub saxlanılmışdır. Bu məscid böyüklüyünə görə Bakı şəhərində demək olar ki, ən böyük məscidlərdən biri hesab olunur dövrünün. Məscidə sonradan 2 minarə tikilib daha da əzəmət, gözəllik bəxş eləmişdi ki, bu minarələr 2005-2006-cı illərdə tikilmişdir. Su həyatdır. Bütün varlıq sudan qidalanır. Bu məscidin həyətində 3 su quyusu olub. Onlardan biri indi torpaq altındadır. Vaxtilə məscidin həyətində indi güllər bəzəyən bu bağçada bir mədrəsə də olub. Gördüyümüz minbər məscidin tikildiyi zamanlarda məscidə hədiyyə olunmuş bir minbərdir ki, bu minbərin digər minbərlərdən fərqi ondan ibarətdir ki, bu minbərin hazırlanmasında heç bir mismardan istifadə olunmamışdı. Yalnız bu kiçik taxta parçaları oyularaq, oyma üsulundan istifadə olunaraq hazırlanmışdı. Məscidin digər məscidlər kimi səs akustikasına görə də o saxsı qablardan istifadə olunmuşdur. Müəyyən ikincilərə yuxarıda səs akustikasına görə o saxsı qablar qoyulmuşdur ki, məscidin daxilində azan oxunarkən, Quran oxunarkən və namaz vaxtında səsin daha da gözəl çıxmağına şərait yaratsın. Türkiyənin qədim hissəsi sayılan bu məhəllədə yerləşən evlərin tarixçəsi, burada yaşayan insanların keçmişi ilə bağlı nə varsa indi canlanır, dilə gəlir. Bu məhəllə Dağlılar məhəlləsi sayılır. Bu çünki çoxdan Qızıdan gəldiklərinə görə bu Dağlılar məhəlləsi sayılır. Hələ o məhəllə ilə də gedir. İndi küçələr adı var burada da, məhəllə adı yoxdur. Qarşıda olan Əlsətlərgilin həyətləridir. Onların da həyəti, necə deyərlər ki, çox qədim həyətdir. Onlar da bir nəsildilər. Onların da nəsili böyük nəsildir. 2 qədim evləri, bir qədim evləri qalıb hal-hazırda. Dublu bacaları da var, sonraki evləri də var. Təbii ki, köhnədir də, yaşayış yoxdur, bir şey yoxdur, batıb qalıb bu ev. Dublu baca o deməkdir ki, qədimdə bu evlərin içərisində təndirxana tikilib. Təndirxana tikilib, ona da tov bacası deyirlər. Yəni ki, tüstü çıxmaqdan ötürü. Ondandır, başqa şey deyil o. Təndirlərini qışda, qarda, o vaxtlarda ki, qar, boran çox olduğuna görə evin içərisində təndir tikirlər. Evlərdə quyu da olub, buğda quyusu. Buğdalarını, yazda yığdığı buğdaları taxlayıb, o quyuda saxlayırlar. Sonra bu, biraz yaşdan böyük danışmaq olmasın deyə, qədimdə vallahi müsəlmanın mədəniyyəti hamısından qabağa gedir, çıxır.
İndi dedilər ki, Avropada hamamlar var evin içərisində. Xeyr. Bizim respublikada, Azərbaycanda, Bakıda, Bakı şəhərində, Bakının kəndlərində ən birinci hamam evdə olub. Sonradan bayıra çıxıb. Onun da adı su axandır. Təbii bilinir. Su axan. Küncdə, evin bir küncündə tikiblər onu, qapı da salıblar ona, qalıb. Bayırda su qızdırılıb, evə bərdib, eləyib, bunlar var. Amma evlərin içərisində şərait çox olubdur. Allaha şükür. Nağadakı 3 ay, 5 ay, 2 ay yaxşı qışlar olub. Ona görə o qışda başqa bayıra çıxmasınlar deyə eləməsinlər. Bizim həyətlərimiz balacadır. Xalqımız əkin-tökünlə dolanıb. Bağ-bağça ilə dolanıb. Hamının bağı olub, əkin sahəsi olub, bostanı olub, əkin yerləri olub. Ona görə bizim həyətlər hamısı 3 sot, 2 sot, 4 sot belə yerlərdir. At-arabə dövrü olub. At-arabə üçün xalqın gözü olmuyor torpaqda. Deyim, mənim atım üçün, ərəbəm üçün, heyvanatım üçün yer olsun, yaşayaq. Belə yerlər olub. Bax, bura girdiyimiz həyət həqiqətən Mirzə Məhəmmədin yurdudur. Bu, onun evladlarının birinin ayıtıdır. Bu, Məşəd Nəyirmanın atasının ayıtıdır. Mirzə Məhəmmədin oğludur. Bu ev Qılmanın oğlunundur. Fərmanın ayıtıdır. Qədim tövlələr, tağ tövlələr. Və bu tövlələrdə bizlərdə keçmişdə heyvanlarını hamısını bağdan qeydəndə burada saxlayarmışlar. Bu yerlər ki var burada belə hamısı at, inək, başqa bir uzunqulaq, belə heyvanlar üçündür ki, yemlərini oraya gəlmişlər. Sonra onların balaca yüngül çəxçələri vardı o çəxçələrdə. Çəxçələrdən hava yeri qoymuşlar ki, içəri hava gəlsin. Və bu vəziyyətdədir bu. Buradan sonra evə yol olub. Oradan yol var, ocaqların birinə. Qapı var orada. Bir daha qapı qoyurlar ki, keçmiş olub da, inanmayıblar, necə şey, bələnçini olub. Ona görə o evdən qapıya xod olub. Bayırdan qapını bağlayıblar şəhər tərəfdən, sonra o qapıdan giriblər evə. Və bu tövlənin hal-hazırda ki, bu forma ki var tağ, onun evlərimiz də bələnçini olub. Evlərimizin bələnçini olduğuna görə burada qonşuda o evdən 2 dənə saxlanılıb. Üstünü tikiblər, içərisindəki təmizləyirlər, qəşəng təmir eləyiblər, qəşəng bir haldadır. Bu kənddə maraqlı hekayələr eşitdik. Fikirləşirsən ki, nə qədər insan nəsli gəlib gedib, hərəsindən bir xatirə, görüb götürən üçün bir ibrət, yadigar qalıb. Bura bizim kəndimizin, Türkan qəsəbəsinin qədim tikələrindən biridir. Əlbəttə bizim kəndimizdə qədim tikililər az qalıb. Bunun bir neçə səbəbi var. Onlardan biri odur ki, bizim kəndimizdə daş karxanaları olub. Köhnə divarları, köhnə evləri söküblər və təzə kubikdə tikiblər. Bir səbəbi odur ki, insanlar öz həyat bacasında köhnə evləri söküb, övladlarının üçün orada ev eşik tikiblər. Və bu köhnəlikdən söz düşmüşəm, bizim kəndimizin maraqlı sakinləri olub, hər yerdə olduğu kimi. Məşəd Mövsüm ki, dərviş olub, din xadimi olub və dindar bir insan, inanclı bir insan olub, pak bir insan olub. Və o dövlət işində işlədiyi zaman hüquq, maaş alıb, amma təqaüdə çıxdığı zaman heç bir zaman təqaüd almayıb və imtina edir, deyir ki, mən işləmişəm, hüququmu alıb yemişəm və gündəlik dəmirçiliklə məşğul olub və gündəlik özü üçün dolanışığı qədər bu işləyəndən sonra daha işləməyib. Bugün mənim 3 manat kifayətimdir, daha bundan sonra mənə lazımdır, işləməyib. Belə maraqlı kişilər kəndimizdə çox olub. Xəzərin qoynuna aldığı Abşeron yayın isti günlərində qumsal torpağında yetişdirdiyi bal kimi ənciri, ağ şanısı ilə hər kəsin dilindədir.
Bağ mədəniyyəti də elə bu torpaqda formalaşıb. İsti yay günlərində Abşeron bağı şəhər sakinlərinin bir növ yaylağı olub. Yaxından uzaqdan gələnlər bu bağlarda dincəlib mövsümü keçiriblər. Mən 1938-ci ildə anadan olmuşum. Türkan haqqında belə deyərəm, mən uşaq ikən doğulandan sonra Türkanı elə Türkan olaraq yaşamışam. Belə rəvayətlər ata-babalar, bu ağsaqqallarımız danışıblar ki, Türkan xanım o vaxt bir dəstə ilə, qoşun dəstəsi olub. O gəlib buradan keçib. Deyir ki, ona görə də bu kəndin adı o vaxtdan Türkan olub. Köhnə kənd olub. Mən elə uşaq ikən kəndimizdə balaca kənd olub. İndi kəndimiz böyüyüb. Böyük bir sahə əmələ gəlib. O vaxt bizlərdə ağlıma gələni işıq olmayıb, qaz olmayıb. Mən uşaq idim, yadıma gəldi. Türkanə yeni işıq çəkildi. İşıq çəkiləndən sonra həyat özü də yavaş-yavaş dəyişməyə başladı. Azicə ondan bir neçə müddət sonra çəkildi. Və cəmaatimiz ondan sonra çoxdan istifadə elədilər, motornasaz qoydular, ayətlərini etdilər. Bir az işləri yüngülləşdi demək barəsində. Yəni onda uzun qulaqla, atla, bəğərə ilə su çəkirdilər, dərin quyulardan, əziyyətləri böyük idi. Ondan sonra, işıq gələndən sonra motorlar işə düşdü, sular vuruldu. İndi Allah'a şükür ondan da mümkündür. Türkanın yaylaq hissəsində daha bir məscid var, Bağlar məscidi. Bu həyətdə səliqə ilə salınmış üzüm tingləri, qiymətli bir gövhər saxlayar kimi kəhraba salxımları yarpaq altında gizləyir. Deyirlər, qumda yetişən üzüm daha şirin olur. Doğrudan da isti qumun hərarəti yanağını qızardan gilələr göz yaşı kimi parıldayır. Bakı kəndlərində, kəndin kənarında, bağlar arasında bağ məscidləri olub. Bakı sakinləri yayda bağa gedəndə onda bağ məscidlərində ibadət ediblər, namazlarını qılıblar. Bu içərisində Biyandinin məscid və Türkan Bağlar məscidi sayılır və Türkan Bağlar məscidi. 1902-ci ildə Kərbəlayı Əbdülməhəmməd Məlikməmmədoğlu tərəfindən tikilmişdir və sonra bu məscid 30-cu illərdə dağıdılıb, günbəzi yuxarı hissəsi tamamilə dağıdılmışdır. Müstəqilliyimizdən sonra 2007-2011-ci illərdə təmir olunub cəmaatın istifadəsinə verilmişdir. Hacı İbrahim Adiloğlu tərəfindən təmir olunub. Sonradan 2023-cü ildə bir daha içərisi təmir olunub və Quran ayələri ilə bəzədilmişdir. Burada bir çox xətlər yazılıb, Sulus xətti, Kufi xətti və Divani xətti və Nəstərli xəttindən istifadə olunub, Quran ayələri, dualar yazılmışdır. Və bu məscid hal-hazırda kənd sakinlərinin istifadəsindədir, möminlər buradan istifadə edirlər. Bizim bu məscidin ərazisində bir otaqlar, ehsanxana var ki, o da bir neçə böyük şəxsiyyətlərin şəkili vurulub, onlardan biz şəkillərini vurmuşuq və onlar haqqında məlumat vermək istəyirdim ki, böyük məscidimizin Axunda Axundfilal ağanın şəkili var, o şəhid Axundumuzu 18-ci ildə ermənilər tərəfindən şəhid olunub və sonra bu məscidi tikdirən Kərbəlayı Əbdülməhəmmədin şəkli var, biz onu taxdıq və böyüdüb. O da asmışıq və ondan şəklini, yəni kənd sakinləri görür, tanıyır. Bağlar məscidi yolu üstündə Pirəli Baba piri deyilən yerdə Pirəli Baba və onun 2 müridinin qəbri var. Pirəli Baba türbəsi türkanlıların hörmətlə yad etdikləri ziyarətgahdır. Türkanda ikinci bir ziyarətgahda Seyid Rıza Ağa türbəsidir. İmam və irfan əhli olan Seyid Rıza Ağa türkan cəmaatı arasında ehtiram və ləyaqət qazanan bir şəxs olub. Böyük din xadimi, müxtəlif din elmlərə və dünyəvi elmlərə savadı olub. Bu şəxs kəndimizin ümid yeri olub. 68-ci ildə dünyasını dəyişib və dünyaya meyilsiz olması, dünyaya rəğbətsiz olması, dünya malında gözü olmaması, sadə həyat sürməsi və pak nəfəs sahibi olması yadda qalır.
Bir vaxtlar Osman Sarıvəlinin bir sözü çox məşhur idi. Hər kəs 100 il yaşamasa, günah onun özündədir. Türkanın bu yaşlı sakini Cavanşir dayı da deyir ki, mən Allahdan özümə 103 il ömür payı arzulamışam. İstəyinə, arzu muradına çatsın Cavanşir dayı. 32-dən biri isə Türkanda görüb eşitdiklərindən bu qədər deyib, növbəti verilişdə, yeni ünvanda görüşənədək sizdən ayrılır.